Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Doğru Xəbər Azərbaycan bildirir ki, xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib. Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətinin görkəmli simalarından biri kimi uzun illər milli mədəniyyətin inkişafına mühüm töhfələr verib. O, Uşaqlığın Son Gecəsi, Nəsimi, İstintaq, Təxminə, O Qızı Tapın və digər filmlərdə yaratdığı yadda qalan obrazlarla tamaşaçıların yaddaşında silinməz izlər qoyub. Tofiq Mirzəyev aktyorluq fəaliyyəti ilə yanaşı televiziya rejissoru kimi də çalışaraq milli ekran mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. O öz istəyi ilə Bakıda dəfn olunmaq istəsə də İsraildə dəfn edilib. Allah rəhmət eləsin. Bakıda 4-cü kurs tələbəsi həyatını itirib. Vəfat edən Adil Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub. Məlumat üçün qeyd edək ki, Adil Kərimov bir neçə gün öncə itkin düşüb. Ötən gün onun meyidi Sumqayıt bulvarı ərazisində dənizdən tapılıb. Tanınmış yazar Rüfət Əhmədzadə vəfat edib. Bununla bağlı jurnalist Rəbiyə Zərdabi sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun ölümünün səbəbi haqqında dəqiq məlumat olmasa da, mərhumun canına qəsd etdiyi iddia olunur. Vətən müharibəsi iştirakçısı Coşqun Təhməzov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Məlumata görə Cəlilabad rayonundan olan Təhməzov, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə göstərdiyi xidmətlərinə görə müxtəlif medallarla təltif olunub.